Dəyərli izləyicilər, bir daha salamlayırıq. Bugün Qəhrəmanlar diyarı Biləsuvarın Bağbanlı kəndində şəhidimiz vətəni üçün canından keçən təki vətən sağ olsun deyən qəhrəmanımız Şəhid Məhəmməd İntisamoğlu'nun ocağındayıq. Bugün qardaşımızın 5-ci il dönümüdür. Allah ruhun şad eləsin, ruhu qarşısında baş əyirik. Allah qazilərimizə şəfa və ehtiramlarımıza can sağlıq. Allah Azərbaycanımızın üçrəyli bayrağını hər zaman dalğalandırsın. Bu günləri qəhrəman şəhidimiz, vətəni üçün canından keçən, təki vətən sağ olsun deyən qəhrəmanımız Məhəmmədin 5-ci il dönümüdür. Allah ruhunu şad etsin. Bir əmi kimi ilə ilk sözü sizdən götürmək. Sizdən də razı olsun. Bir dənə gireyim. Odur ki, əhalimiz belə məclislərdə müntəzəm iştirak edir. Çox zəif iştirak edir. İzdiham böyük olmalıdır. Çünki şəhiddir. Rayon rəhbəri ilə idarə təşkilatlarından çox razıyıq. Diqqət qayğılarını əsirgəmirlər. Çox sağ ol, var ol. Təşəkkür edirik. Elə Mürvət kişi də gəlmişkən bir iki kəlmə desin. Şəhid yaxınıdır. Buyursun. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Allah sənə də can sağlığı versin. O gün olsun bu qapıya Ümmət qardaşımın toyuna gələk inşallah. İnşallah. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə can sağlığı versin. Çox olun. Sağlığın əziyyəti çoxdur. Borcumuzdur bizim. Hümmət, sən həqiqətən də vətənə öz ömrün qurban verən Məhəmmədin qardaşısan. Məhəmməd elə bir Məhəmməd olub ki, yaşadığı ömrü vətənə qurban verdi. Çünki Azərbaycan torpaqlarının işğalı altında olanda özünə söz verərək, borc bilərək irəli geri qayıtmayan qardaşlardandır. Ruhan bizdən olsa da, cismən bizdən olmasa da, yenə də ruhu qarşısında baş əyirik. Ümmət, istərdim ki, bir iki kəlmə ən azı qardaş xatirələrindən danışasan. Buyur. Qardaşım xatirələrindən danışsaq qutarası deyil. Yəni Allah Taala deyir, hamıya o qardaş hamıya verir, amma o qardaş deyilən o hissiyat bizə başqa cür vermişdi Allah onu. Yəni Allahın məsləhətidir, yəni Allah aldı, yəni yeri cənnət olsun. Bütün şəhidlərimizin yeri cənnət olsun. Amin. Sən də sağ ol yəni ki, bütün belə şəhidlərimizi yəni işıqlandırırsan, çəkirsən, paylaşırsan. Borcumuzdur. Allah sənin də canını sağ eləsin. Var ol Borcumuz. yəni. Çox sağ ol Borcumuz. yəni sən. Borcumuzdur. Çox sağ olun, təşəkkür edirəm, var olasan deyirəm. Əlbəttə bu günləri vətən üçün canından keçən qəhrəmanların ocağın böyük bir izdihamla yad etməliyik. Zamanından, vaxtından, ilindən asılı olmayaraq. Çünki bax biz bu qəhrəmanları gənc nəslə çatdırmaqdan ötəri böyük izdiham yaşamalıyıq. Çünki o şəhiddir ki, ana bacılarımız, namus qiriyyətimiz, ağsaqqallarımız bugün o şəhidlərə, qazi və etiranlara görədir. Çox gözəl vurğuladın, gözəl insan. Allah sənə var eləsin. Siz özünüzün də belə deyim də çox xeyirxah bir insansınız. Həqiqətən belə deyək, kətlərə, bölgələrə böyük bir sizin xeyriniz dəyib. Həqiqətən xəstələr imkansızlar da olanda dəstək olan insansınız. Sizə təşəkkürümü bildirirəm, var olasan deyirəm. Allah şəhidlərimizə rəhmət, qazilərimizə şəfa və ehtiramlarımıza can sağlığı versin. Var olasın. Şəhidimiz vətən uğrunda canından keçən Məhəmməd İntisamoğlu'nun ocağında olmağı özümüzə borc bildik. Bugün qəhrəman şəhidimizin 5-ci il dönümüdə Allah ruhunu şad edin. Şəhidlərimizə rəhmət eləsin. Ağsaqqal, bu günləri vətən uğrunda canından keçən, bizim rahat sərbəst azadlığımız üçün canın qurban verən Məhəmməd İntisamoğlu'nun 5-ci il dönümüdür. Sizə də təşəkkür edirik. Siz də qəhrəman şəhidlərin ocağında olsunuz, ziyarət edirsiniz. Hətta gələn məclisdə, belə deyək, gələn cəmaatları, yəni hər tərəfli qəhrəmanımız haqqında danışıb, cəmaata, yəni bugün gənc nəslimiz var. O gənc nəslə çatdırmaq üçün sizlərdən danışıqlara da baxaraq və gənc nəslə çatdırılır. Biz də istəyirik ki, bugün qəhrəmanımızın ocağında elə sizdən şəhidimiz haqqında bir kəlmə götürək. Ben bugünkü gündə şəhidlərimiz haqqında mən şəxsən o söz deyə bilərəm ki, mən bu günləri üzümü şəhidlərin ruhuna tutub deyirəm. Əziz şəhidlər, şəhadətiniz mübarək olsun. Amin. Allah şəhidlərimizə rəhmət eləsin. Allah qazilərimizə can sağlığı versin. Allah sizin kimi dəyərli insanlara da uzun ömür, bərəkətli ömür ət eləsin inşallah. Sağ ol, salamat ol. Təşəkkür, var olasan. Var ol. Buyur Çingiz. Mən də
şəhid valideynlərinə başsağlığı arz edirəm. Şəhidlərimizin Allah ruhunu şad eləsin. Şəhidlərimizin şəhadəti mübarək olsun. Şəhid valideynlərinə yenə səbir diləyirik. Allah şəhidlərimizi Kərbəla şəhidlərindən ayrı salmasın inşallah. Amin. Siz də sağ olun, Allah razı olsun. Təşəkkür edirəm, var olasın. Buyur Ağsaqqal. Allah rəhmət eləsin. Allah şəhidlərimizin, bütün şəhidlərin Allah canlar rəhmət eləsin. Qalanlarının can sağlığı versin. Çox sağ ol. Buyur. Allah rəhmət eləsin. Allah dünyasını versin. Allah valideynlərə can sağlığı versin. Sağ olun. Allah rəhmət eləsin. Təşəkkür. Buyur. Allah şəhidlərimizə rəhmət eləsin. Ordumuza can sağlığı, vətənin keşiyində daim ayıq-sayıq durmaq arzu edirəm. Təşəkkür. Var olasın. Allah sizə var olsun. Buyur. Allah şəhidlərimizə rəhmət eləsin. Ruhları şad, xuraman olsun. Bütün şəhid ata-analarına da səbir Allah əta eləsin. Allah bütün şəhidlərimizi rəhmət eləsin. Çox sağ ol. Təşəkkür qardaş. Allah rəhmət eləsin, məkan cənnət olsun. Təşəkkür. Çox sağ ol. Allah şəhidlərimizə rəhmət eləsin. Allah qazilərimizə can sağlığı versin. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Təşəkkür. Buyur Mürvət. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə can sağlığı versin. Allah sənə də bərəkətli ömür versin. Çox sağ ol. Təşəkkür. Buyur. Sağ olun. Allah rəhmət eləsin. Allah eləsin. Çox sağ ol. Var olasın. Allah sizləri var olsun. Çox sağ ol. Qeyd ocağında görsən, hərənin əlindən nə gəlirsə dəstək olur ki, bugün şəhid ailəsinin qəlbi sevilsin. Allah şəhidlərimizə rəhmət etsin. Şəhidimizin anası var. Hal-hazırda. Allah cəm şəhidlərimizə rəhmət etsin.